Bəlkə də şəhid olmaq İmam Həsən əleyhissalam üçün daha asan bir çıxış yolu olardı. Amma o da atası kimi İslam və müsəlmanların nicatını düşünməli və düzgün mübarizə üsulu seçməli idi. İmam Həsən əleyhissalamın düşdüyü vəziyyəti təhlil etdikdə bu qənaətə gəlirik ki, həqiqətən də hədəfə çatmaq və başı uca ölmək üçün onun sülh sazişi bağlamaqdan başqa çıxış yolu yox idi. Əgər İmam Həsən əleyhissalam köməksiz qaldığı həmin məqamlarda qardaşı kimi silahlı mübarizə aparsaydı və şəhid olsaydı, imamlıq silsiləsi qırılardı. Bəlkə onun da qardaşı kimi 72 nəfər fədakar və ixlaslı silahdaşı olsaydı, o da Muaviyə ilə vuruşardı. Bir halda ki, düşmən öz təxribatları ilə silahdaşlarını onun ətrafından elə dağıtmışdı ki, hətta həyat yoldaşı belə ona sui-qəsd etməyə və zəhərləməyə razılaşmış. Qoşunundakı dəstə başçıları onu əli qolu bağlı Muaviyəyə təslim edəcəklərinə söz vermiş və nəhayət qoşununun sərkərdəsi ona qarşı çıxmışdı. Belə bir vəziyyətdə İmam Həsən əleyhissalamın sülh sazişi bağlamaqdan başqa çarəsi qalırdı mı? Xülasə, İmam Həsən əleyhissalam bəzilərinin dediyi kimi sülh sazişinə can atmadı. Əksinə, ortalığa atılan fitnəni tədbirlə yatırmaq üçün bu sülh sazişinə razılaşdı.